Hər kəsə salam. Gəlin həqiqət ədədlərə aid maraqlı 200 sualın izahına baxaq. Başlayıram 62-dən. Bizə deyir ki, 64 üstü mənfi 0,8 dövrdə 3 ifadəsinin qiymətini hesablayın. Mən ilk öncə əsasa deyil, baxın bu qüvvət hissəni sadələşdirməyə baxacağam. 64 üstü mənfi, bilirik ki, dövrdəki qədər 9 və dövrlə virgül arasındakı ədəd qədər də 0, yəni bir dənə də 0 yazırıq. Sonra ümumi hissədən, yəni 83-dən 8-i çıxırıq, 90-da 75. İndi mən burada ixtisar aparacağım 15-ə. 15 ixtisar gedir, burada 5, burada 6 qalır. Deməli, bizdən alındı 64 üstü mənfi 5 bölək 6. İndi mən 64-ü yaza bilərəm 2 üstü 6 şəklində. 2 üstü 6 üstü mənfi 6-da 5. Burada 6'lar ixtisar gedir. Qalır 2 üstü mənfi 5. Bu da deməkdir 32-də 1. Doğru cavab B. Baxaq 63-ə. 63-də mənfi 2-də 1-in kubu bilirik ki, mənfi 8-də 1. Kubdursa mənfi qalır. Kvadratda, amma baxın bu kvadrat mənfiyə aid deyil. Yəni ədədə aiddir. Yəni ona görə mənfi qalır. Qalır mənfi 16. Bölək. Burada da baxın ədədə aid olduğuna görə artıq 16 biz yaza bilərik. Yəni burada da 16. İndi mənfi 8-i mənfi 8-də 1 mənfi 16-ya vuranda mənfi müsbət olur. 2 bölək 16 ixtisar gedir. Cavab qalır 1 bölək 8. 1 bölək 8-də 1, 2, 2 üstü mənfi 3 deməkdir. Yəni doğru cavab C variantı.